Funksiya anlayışı ilə tanış olaq. Funksiya iki çoxluq arasındakı əlaqəni qurur. Fərz edək ki, uşaqların adları verib Uğur, Hüseyn, Zəhra, Əli, Raul, Yusif, Zeynəb, Məryəm, Aylin, Murad və təqvim verilib. 31 gündən ibarət təqvim verilib. Deyək ki, Uğurun ad günü burada ayın 12-si, Hüseynin ad günü ayın 3-ü, Zəhranın ad günü ayın 8-i, Əlinin ad günü ayın 30-u, Raulun ad günü ayın 25-i, Yusuf'un ad günü ayın 19'u, Zeynep'in ad günü ayın 1'i, Meryem'in ad günü ayın 7'si, Ali'nin ad günü ayın 28'i, Murad'ın ad günü ise ayın 31'idir. Biz insanların doğum günü adlarıyla onların doğum günü arasında əlaqə qurduq. Bunu riyazi düstur şəklində yazmağa çalışaq. D olsun doğum günü, onun dəyişəni olsun Uğur, aldı. Hüseynin doğum günü funksiyası 3 qiymətini alacaq. Zəhranın doğum günü funksiyası 8 qiymətini alacaq. Əlinin doğum günü 30, Raul 25, Yusuf 19, Zeynəb 1, Məryəm 7, Aylin 28, Murad 31. Yəni bir funksiya qurduq və o funksiyanın mötərizənin içərisindəki dəyişən adlanır. Ona qarşı qoyulan ədəd isə qiymət adlanır. Yəni f funksiya sözünün baş hərfini götürsək f, o dəyişənləri x-ilə işarə eləsək, aldığı qiymətləri də qabağından yazaq. Bu hamısını yazmağa ehtiyac yoxdur. Bunu bir fx yazaq. Aldığı qiymətləri də bir y-ilə işarə eləyək. Yerlərində isə bu şəkildə yazmaq olar. Deməli, funksiya bir çoxluğun, hər hansı bir çoxluğun digər çoxluq arasındakı əlaqəsini göstərir. Yəni, biz adam adlarına qarşı ədədləri qoyduq. Buna riyaziyyatda funksiya deyirlər. Və burada indi biz az sayda nümunələr götürdük. Bildiyimiz kimi riyaziyyat sonsuzluqla işləyir. Onda biz onu da artıra bilərik. Məsələn, 1-dən 19-a qədər ədədlər və s. götürək. Onların kvadratlarının həmin ədədlərə qarşı qoyaq. 1-in kvadratı 1, 2-in kvadratı 4, 3-ün kvadratı 9 və s. 19-un kvadratı 321. Yəni, bu dəyişənə, x dəyişənə onun kvadratını qarşı qoymuş oluruq. Yəni, x kvadratına qarşı y qoyduq. Məsələn, 5-in kvadratı 25 edir. Bunlar riyaziyyatda funksiya adlanır. Riyaziyyatın ən təməl anlayışlarından biridir.